Salam, hər vaxtınız xeyir olsun. Bugün kəsmikli pəhriz bulkaları hazırlayırıq. Xəmir üçün bizə lazım olan ərzaqlar: un 450 qram, 250 ml süd, 7 qram droş, 60 qram pesok, vanil 1 çay qaşığı, duz yarım çay qaşığı, 80 qram yağ, 2 yumurta sarısı. Deməli, əvvəlcədən süd, droş, 2 çay qaşığı pesokdan apara düzəldirik. Əvvəlcə qabımıza 2 yumurta sarısı, şəkər tozu, bunları yaxşıca qarışdırırıq. Sonra vanil, duz, hazırladığımız aparanı əlavə edirik. Sonra əridilmiş yağı əlavə edirik. Qarışdırıb axırda unu töküb yoğurmağa başlayırıq. Xəmiri 1 saatlıq dincəlməyə qoyuruq. İçliyi üçün bizə 200 qram kəsmik, 2 xörək qaşığı qarğıdalı kraxmalı, 70 qram şəkər tozu, 1 çay qaşığı vanil, 2 yumurtanı qıraqda çalıb əlavə edirik. Bu kütləni blenderla yaxşıca əzirik. Xəmiri 8 yerə bölürük. Deməli 4 gündə 1, 4 gündə 1, 4 gündə 100 qramlıq, 4 gündə 12 qramlıq. %120 qramlıq kündələri 2 hissəyə bölürük. Deməli, vatruşkaların toxunma hissələri üçün. Kündələri uzun hala salıb, buruq hissəsi üçün formalaşdırırıq. Bulkalarımızın qıraq hissələrinə yumurta sarısı sürtürük və içliyi doldururuq. İçinə quru meyvələr atırıq. %180 dərəcədə qızdırılmış sobada üstü qızarana qədər bişiririk. Pəhriz bulkalarımız hazırdır. Nuş olsun.